Adam kralın adamlarıyla saraya gitti ve yolda herkes o adama ve keçiye bakırdı. Hamı bir-birinə söz deyirdi ki, görəsən bu adamı niyə görə aparırlar saraya? Hamı bir-birini deyir. Sən bilirsən bu yazıq adamı niyə saraya aparırlar, hə? Yox, bilmirəm. Görəsən niyə aparırlar? Səssiz danışın. Kralın adamları bizi eşidə bilər. Onda o insan və keçi kimi bizi həbsə atarlar. Keçini ya yeyərlər bilinməz. Nə? Yeyəcəklər? Onsuz da kralın çoxluq var dövləti var. Bir dənə keçiyə mi ehtiyacı var? Sonra bir adam kralın adamların yanına gedib soruşur ki, siz bu yazıq adamı və keçini niyə aparırsınız saraya? Kralın adamları deyir. Bu keçi çox kralımız üçün dəyərlidir. Bu keçi var dövlət, xəzinə, qızıl yerini bilir və çoxlu böyük torpaqlara sahib olmaq istəyir kralımız. Bunun yolunu bu keçi bilir, deyir. Həqiqətən bu keçi danışırmış. Adam deyir. Deyəsən kralımız dəli olub. Ay insanlar, kralımız dəli olub. Kralın adamları deyir. Ay adam, səssiz ol. Yoxsa kralımız səni zindanlarında saxlayar. Bir də gün üzü görə bilməzsən. Adam deyir, bağışlayın, kralıma işini deməyin, nə olar, yalvarıram. Abunə olun, ailəmizə qatılın.